Yaradılış 12-ci fəsil. Allahın İbrama çağırışı. Rəbb İbrama dedi: öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir dua verənlərə xeyir dua verəcəyəm, sənə lənət eləyənləri lənətləyəcəyəm. Yeryüzünün bütün tayfaları sənin vasitənlə xeyir dua alacaq. İbrahim Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Harandan çıxdığı vaxt İbrahim 75 yaşında idi. İbrahim arvadı Sarayı, qardaşı oğlu Lutu, Haranda əldə elədikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. İbrahim oranı dolaşıb Şekem deyilən yerdəki More paldının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. Rəbb İbrahima görünüb dedi: bu torpağı sənin nəslindən olana verəcəyəm. İbrahim ona görünən Rəbbə orada bir qurbangah düzəltdi. Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbrahim orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı. İbrahim tədricən cənuba doğru hərəkət eləyirdi. İbrahim Misirdə. Bu torpaqda aclıq başlandı. İbrahim müvəqqəti qalmaq üçün Misirə getdi. Çünki ölkədə böyük aclıq hökm sürürdü. O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: bax, mən bilirəm ki, sən gözəl qadınsan. Misirlilər səni görüb deyəcəklər: o onun arvadıdır. Onu da məni öldürəcəklər, səni isə sağ buraxacaqlar. Bəlkə sən deyəsən ki, mənim bacımsan. Onda sənin xatirinə mənlə yaxşı rəftar eləyərlər və mən də sağ qalaram. İbrahim Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər. Fironun əyanları da qadını gördülər və onu Firona təriflədilər. Qadın Fironun sarayına aparıldı. Onun xatirinə Firon İbrahimlə də yaxşı rəftar elədi. İbrahim qoyun, keçi, malqara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu. Amma Rəbb İbrahimin arvadı saraydan ötürü Fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi. Firon İbrahim'i çağırıb dedi: bu nə işdir mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin? Ne üçün bu mənim bacımdır dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get. Firon adamlara onlar barədə əmr verdi və İbrahimlə arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.